Hər vaxtınız xeyir. 14 aprel 9-cu siniflər üçün olan buraxılış imtahanının Azərbaycan dili suallarının izahına baxacağıq. Həm dil qaydasına aid sualların, həm də mətn suallarının hər birinin ümumilikdə 30 sualın izahını da videoda verəcəyik. Diqqətli olun, bundan sonraki imtahana gedən şagirdlərimiz və növbəti illərdə imtahana hazırlaşan şagirdlərimiz görün hansı mövzulardan düşür, mətnlər necə düşür və necə yazmaq lazımdır. Baxaq, birinci 27-ci sual. Həmcins mübtədalı cümləni müəyyənləşdirin. Bizdən nə istəyir? Həmcins mübtədalı cümlə. Zəngin vurulduğunu və müəllimin gəldiyini indi bildi. Nəyi? Zəngin vurulduğunu, nəyi? Müəllimin gəldiyini. Burada həmcinslik var, amma tamamlıqlar həmcinsdir. A-nı çıxdıq. Daşlı, kəsəkli səhrada böyük şəhər salmışdı. Hansı daşlı, hansı, necə yəni? Kəsəkli, necə daşlı, necə kəsəkli? Burada təyinlərimiz həmcinsdir. Çıxdıq. Bizə lazımdır mübtəda. Böyük də, kiçik də meydana axışdı. Axışdı kim? Böyük, kim? Kiçik. Deməli, C variantında mübtədalarımız həmcinsdir. Doğru cavab variantımız elə olur, C variantı. Dünəndən nə yatır, nə də dincəlirdi. Dincəlirdi, xəbər, yatır, xəbər. Həmcins xəbərli cümlədir. Bizə lazımdır mübtəda. D-ni çıxdıq. Səhər açılar açılmaz. Bağçanı və həyəti səliqəyə saldı. Bağçanı, həyəti, tamamlıqlar həmcinsdir. Yeni çıxdıq. Deməli, birinci sualımızın doğru cavab variantı olur C variantı. Böyük də, kiçik də meydana axışdı. Həmcins mübtədalı cümlədir. Keçirik ikinci suala. İkinci sualımız fe'li bağlama uyğunluğu istəyir bizdən. Fe'li bağlama hərəkətin tərzini bildirir. Fe'li bağlama hərəkətin zamanını bildirir. Belə sual görəndə həmişə uşaqlara deyirəm ki, bu rəqəmləri hərflərdən ayırın ki, sual biraz balaca görünsün. Siz də qorxmayın sualdan. Ona görə tərz bildirən fe'li bağlama, zaman bildirən fe'li bağlamaları yazacağıq. Baxaq, A-da deyir ki, düşmən qorxub geri çəkildi. Elə A variantını oxuyan kimi görürsən ki, burada səbəb var. Düşmənin geri çəkilməsinə səbəb nədir? Qorxması. Deməli, burada qorxub səbəb bildirir. A heç birinə aid deyil. Rahat vaxt qazanmaq üçün tez A olan variantları cümlədən çıxırsınız. İki variantımız getdi. Əsmər xala pəncərəyə yaxınlaşanda oğlunu gördü. Nə vaxt, nə zaman pəncərəyə yaxınlaşanda? Deməli, burada zaman bildirir fe'li bağlama. Uşaq ayağını yerə diriyib ayaq üstə durmaq istədi. Necə? Ayağını yerə diriyib, tərz bildirir. Deməli, burada C tərzdir. Sonra, ana içəriyə keçər-keçməz telefon zəng çaldı. Nə vaxt, nə zaman? İçəriyə keçər-keçməz. Deməli, zaman bildirir. Bura yazdım D. Sonra, o əllərini qoynuna qoyub bir kənarda dayanmışdı. Dayanmağın tərzini bildirir. Necə? Əllərini qoynuna qoyub. Hansı formada? I burada nə bildirdi? Tərz bildirdi. Deməli, 1 C, Y, 2 B, D. 1 C, Y, 2 B, D. O da olur A variantı. 1 C, Y, 2 B, D. Davam eləyirik 29-cu sual. Nümunələr əsasında uyğunluğu müəyyən edin. Mən gələndə yağış yağırdı, mən gələndə mağazadan kitab aldım. Belə cümlələri birinci sintaktik təhlil eləmək lazımdır. Yağırdı xəbər, nə yağış, nə vaxt, nə zaman? Mən gələndə zərflik. Görürsünüz, cümlə üzvlərini soruşursa sizdən mütləq burada təhlil eləmək lazımdır. Mən gələndə mağazadan kitab aldım. Aldım xəbər, kim, mən. Və görürsünüz, mübtəda ilə xəbər uzlaşır. Mən aldım, nə vaxt, nə zaman? Gələndə, mən, gələndə mağazadan kitab aldım. Mən almışam. Hardan? Mağazadan, nə? Kitab. Qeyri-müəyyən təsirli al. Nəyi sual vermirik, nə sual veririk? Olur, tamamlıq. Təhlil elədim cümləni, rahat şəkildə düşürəm aşağıda baxan variantlara. Zərfliyin mənaca iki növ işlənib. Baxıram ki, zaman və yer. Deməli, 1 ilə 2 deyirsə, 2-yə aid olacaq A. Sonra, mübtəda isimlə ifadə olunub, yağış, 1-ə B. Daha sonra, ikinci dərəcəli üzvlərdən yalnız biri işlənmişdi. Birinci cümləyə aiddir, C. Əmr cümləsi də yağırdı, aldım. Aldım xəbər şəkli, yəni nəqli cümlə. Yağırdı, xəbər şəkli, nəqli cümlə. Deməli, D variantın heç birinə aid eləmirsiniz. D-lər variantdan çıxır. Qaldı. İkinci dərəcəli üzvlərdən yalnız biri işlənmişdi. İkinci dərəcəli üzvlərdən yalnız biri işlənmişdi. C-ni demişik. Hə, Y-yə baxırıq. Yeni C kimi gördüm. İlk söz cümlədə kim sualına cavab verir? İlk söz mən, kim, mən. Deməli, aid olacaq Y variantı. 1BC, 2AY. 1BC, 2AY. O da olur, doğru cavabımız C variantı. Çünki burada ayrıca mübtədada mən, kim, mən. Digəri birləşmədir, mən gələndə.
Yəni cümlədə kim sual istəyir ha? Ayrıca demir. Ayrıca təbii ki, birdə də mən kim sualına cavab verir. Cümlədə dediyinə görə mən, kim? Amma burada ilk söz, bu sözlə birlikdə nə vaxt, nə zaman sualına cavab verir. Ona görə bunu ancaq 2 aid eləyirik. Bir BC 2 ayı. Sonra 30. Hansı cümlədə mübtəda feili sifət tərkibi ilə ifadə olunub? Bax, mübtəda feili sifət tərkibi ilə ifadə olunub. Bu A variantı silinib. Aha. Bu rəsmləri çəkən mənim böyük əmimdir. Mənim əmim. Mənim əmimdir xəbər. Kim? Bu rəsmləri çəkən. Anən. Çəkən sözünü gördünüz. Deməli, cavabımız A variantıdır. Bu rəsmləri çəkən mənim böyük əmimdir. Gələnləri qarşılamaq, onları yerbəyer etmək. Uzun çəkdi. Nə? Gələnləri qarşılamaq, nə onları yerbəyer etmək. Burada məsdər tərkibidir. 7. Bu söz söhbəti yayanları sədr cəzalandırmışdı. Kim sədr? Burada isimdən ifadə olunub mübtədamız. Danışanlar bu məsələdə ancaq cavadı günahkar bildilər. Kim? Danışanlar. Burada feili sifətdir mübtəda. Səndən tərkib istəyir. Tərkib. Adi feili sifət istəmir. Ona görə deyini çıxdıq. Yaylağa qalxanda bu dar cığırlardan keçib gedirdilər. Bu cümlədə də mübtəda yoxdur. Ona görə bizə lazımdır mübtəda feili sifət tərkibi olsun. Doğru cavab variantımız olur A variantı. Sonra yəni bu rəsmləri çəkən variantı. Sizdə variant fərqli ola bilər deyirəm yenə. 31. Bir balaca boyu var, amma dam dolusu toyu var. Hansı bağlayıcı işlənə bilər? Qarşılaşdırır da, balaca boyu olsa da dam dolusu toyu var. Qarşılaşdırma bağlayıcısı. Doğru cavab variantı amma. Ümid edirəm bu sualı heç kim səhv yazmaz. 32. Ən sadə suallardan biri yenə. Hansı cümlədə adi, azaltma, çoxaltma dərəcəli sifətləri var? Adi, azaltma, çoxaltma. Sərt, sıldırımlı qayalar vahiməli görünürdü. Burada sərt, sıldırımlı adi dərəcədədir. Azaltma, çoxaltma yoxdur. Mağazadan açıq göy rəngdə pambıq parça aldım. Bir dənə burada azaltma dərəcəsi var. Başqa sifət yoxdur. Çıxdıq. Pambıq burada isimdir. Ağ, sarımtıl və tünd qırmızı çiçəklər göz oxşuyurdu. Variantı siləndə bu da gedib. Baxın. Ağ, adi dərəcə. Sarımtıl, ımtıl şəkilçisi ilə düzəlib. Azaltma dərəcəsi. Tünd qırmızı çoxaltma dərəcə. Deməli, doğru cavabımız C variantıdır. Qablar tərtəmiz ağ süfrəyə düzülmüşdü. Tərtəmiz ağ, amma azaltma dərəcəsi yoxdur. Azaltma dərəcəsini görmürük. Möhkəm zəncirlər qaramtıl dəmirə bərkidilmişdi. Möhkəm, qaramtıl, amma çoxaltma dərəcəsi yoxdur burada. Azaltma ilə aidi var. Deməli, doğru cavabımız olur. Ağ, sarımtıl və tünd qırmızı çiçəklər göz oxşuyurdu. Bu variant. Burada C variantıdır. Hansı sözdə nöqtələrin yerinə Q hərfi yazılmalıdır? Ən asan suallardan biri. Yarpağı demirik ki, yarpağı. Q olmalıdır. Çünki Q-la bitən sözlərə sayt artıranda əgər Q-ya keçirsə, deyir deyə axırda məsələn sonda X olur. O qaydanı Q-çılarda demişdiksə fonetikada. Yarpağı demir, yarpağı. Sonra dağlar demirik, dağlar. Qonağa demirik, qonağa. Buruğun demirik, buruğun. Qışlaq da. Məntiqlə burada baxa bilərsiniz ki, samit gəlib. Burada da sözün kökündədir, dağ. Belə, doğru cavab olur D variantı, qışlaqda. Qışlaqda, D. Sonra 34-cü suala baxırıq. 34-cü sual. Qeyri-müəyyən şəxsli cümləni müəyyən edin. Qeyri-müəyyən şəxsli cümləni müəyyən edin. Bilirsiniz ki, xəbəri üçüncü şəxsin cəmində olmalıdır. Qeyri-müəyyən şəxsli cümlənin bir qaydası var. Xəbər üçüncü şəxsin cəmində olmalıdır. Mübtəda olmalı deyil, hərəkət, hökm bir və ya bir neçə şəxs aid olmalıdır. Tutmuşdu, və görürsünüz, acığı tutmuşdu. Təkdədir, götürmürəm. Deyəsən, tibb məntəqəsində işləyir, bir nəfərə aiddir, götürmürəm. Mənə lazımdır xəbərdə lar, lər olsun. Üçüncü şəxsin cəmi olsun. Yazılmayan kitabı vərəqləməzlər. Bax, yazılmayan kitabı vərəqləməzlər. Ümumi şəxsli cümlədir bu. C variantı ümumi şəxslidir. Qızılqayadan ötəndə günortaydı. Xəbərində üçüncü şəxsin cəmini görürsünüz? Yox. Şəxssiz cümlə. Onu nahaq yerə gözdən salıblar. Kimsə, hamının işi gücü yoxdur, yığışıb onu gözdən salmayıb ki. Onu gözdən salıblar. Onu nahaq yerə gözdən salıblar. Deməli, cavab olur Y variantı. Qeyri-müəyyən şəxsli cümlə. C ümumi şəxsli cümlədir. Qarışdırmayın bunu. Y variantı. Onu nahaq yerə gözdən salıblar. Sonra
Düzəltmə sözləri müəyyən edin. Düzəltmə sözlər. Dilək sözünün kökü dil, dildən diləmək, diləməkdən də dilək. 2 leksik şəkildə düzəltmə sözdür. Kələk sadədir, oyaq sadədir, dayaq yarandı. Dayamaqdan dayaq, düzəltmə. Qovaq sadədir. İstəyirsiniz feil kimi də düşünün. Qovaq nə edək? Yenə də sadədir. Arzu şəklində də, əmr şəklində də, isim kimi də. Bəzək, bəzəyirsən ki, bəzək olur. Düzəltmədir. 1, 4, 6 düzəltmədir. 1, 4, 6. 1, 4, 6. Davam edirik. Bağlayıcı və ədat işlənmiş sıranı müəyyən edin. Məhz, məgər, ikisi də ədatdır. Bəs, daha, ikisi də ədatdır. Cah, bağlayıcı, ötürük qoşmadır. Nə də, əlbəttə, bağlayıcı və modal sözdür. O cümlədən iştirak bağlayıcısı, kaş, təki, barı, bu da arzu ədatı. Deməli, doğru cavab olur D variantı. Sonra bitdi qrammatika suallarımız. Qrammatika sualları ilk 10 sual, yəni qrammatika sualıdır. Bu qədər. Keçək mətnimizə. Mətnimiz təlaş mətnidir. Yəqin ki, mətni əldə eləmişsiniz, oxumusunuz. İmtahan gedənlər yoxlasın deyə də bir də mətni oxumuram mən. Buradan yazarsınız, yəni daha doğrusu altda Telegram kanalımızın linkini yerləşdirəcəm ya da WhatsApp kanalımızın linkini yerləşdirəcəm. PDF orada ola biləcək. Yəni PDF oraya yerləşdirəcəm. İstəyən girib, yəni gələn il üçün və ya növbəti həftələrdə imtahan verən şagirdlərimiz varsa, girsin oradan PDF işləsin, sualların izahına baxmamış. Sonra izahına baxın, yaxşı? 37-ci sual baxırıq. Deyir ki, hansı hikmətli kəlamlarla mətndəki əsas fikri qüvvətləndirmək olar? Mətndəki əsas fikir odur ki, burada Hikmət idi də oğlanın adı. Nə idi oğlanın adı? Hə, Hikmət Mənzər. Deməli, Hikmət burada özü balaca uşaq olsa da, quyuya düşən balaca qızı xilas eləmək üçün can atır və deyir ki, quyuya mən girərəm onu xilas eləmək üçün. Burada cəsarəti var. Amma anası məsələn istəyir belə qoluna vurur ki, gedək evə lazım deyil, yəni quyuya salmaq istəmir. Oğlan anasının sözünə baxmır, cəsarət göstərir. Baxın, deyir ki, cəsarət heç qorxmamaq deyil, qorxuya baxmayaraq özünü təhlükəyə atmaqdır. Cəsarətli idi ki, özünü təhlükəyə atır. Biri budur. Təhlükəni heç saymaq yox, onun haqqında tədbir görmək lazımdır. O təhlükəni görür və yəni demir, buna baxı qız bura düşübdür. Yox, tədbir görməyə çalışır. Yəni türklər demir, çorbada bunda duz olsun. Yəni yeməkdə bunda duz olsun. Ona görə Hikmət qızı xilas eləmək üçün bir tədbir görür. Özü quyuya girmək istəyir. Deməli 4 də düzdür. Cavabımız olur 4-5. Sonra pisə sahib olmaqdansa yaxşını gözləmək sərfəlidir. Ümumiyyətlə mətnimizlə əlaqəsi yoxdur. Çalışmaq, həyat düşünmək işıqdır. Hansısa bir çalışmaqdan, əzmkarlıqdan danışmır mətn. Lovğalıq insanların qəlbindəki bütün yaxşılıqları yox edən güclü zəhərdir. Lovğalıq və yəni təkəbbürlü belə bir şeylər yoxdur mətndə. Ona görə 3-ə çıxdım. Cavab 4 və 5 C variantı. Sonra gəldik növbəti suala. 38. Mətndə əvvəlində işarə qoyulmuş ifadələr əsasında cədvəli doldurun. Əvvəlində işarə qoyulmuş ifadələr özünü itirmiş, burada da acığı tutdusa. Acığı tutmaq, özünü itirmək. İkisi də frazeoloji birləşmədir. Doğru fikir istədiyinə görə yazıb həqiqi mənadadır. Tez 2-ni çıxırsınız. Burada yazıb, bax, həqiqi mənadadır. Tez 4-ü çıxırsınız. 2 ilə 4-ü variantlardan çıxırsınız. Gördün, 2 ilə 4-ü variantdan çıxandan sonra baxırıq. Məcazi mənadadır, çətin vəziyyətdə nə edəcəyini bilməməkdir, yəni özünü itirmiş. Bəli, biri birdir. Sonra məcazi mənada özündən çıxmaq. Axı özünü itirmək özündən çıxmaq deyil. Cavan bir qadın özünü itirmiş halda ağlayır, cəmaata yalvarır ki, yəni qızı düşübdür quyuya. Burada özündən çıxmaq deyil, əsəbləşmək deyil ki. Yəni bilmirdi neynəsin. Ona görə biri birdir, burada Y variantı silinib. 1-5. Hə, biri birdir, özündən çıxmaq səhvdir, 3 səhvdir, 3-ü çıxırıq. Deyir ki, 5-də məcazi mənadadır. Cin atına minmək ifadəsi ilə eyni mənadadır. Baxın, digəri hansı idi? Acığı tutmaqda, düzdür? Mənzərin acığı tutdusa da bir söz demədi. Acığı tutmaq cin atına minmək. Deməli 1 və 5. Burada Y variantında 1 və 5-dir. Bu sualda 38. Yəni 3 bucaq və kvadrat sual. 1-5 yazmısınızsa qəşəng. Əla. Sonra mətnə aid plan bəndi hesab edilə bilməz. Ananın yalvarışları, qızın anasının yalvarışları balasını xilas eləmək üçün. Bu var. Bizə lazımda olmayan. Balaca qızın çarəsizliyi, quyuya düşən qız. Çıxa bilmirdi, yəni çıxarda bilmirdilər.
Ağır yaralanan Lalə, quyuya düşən qızdı Lalə, amma ağır yaralanmamışdı. Çünki deyir divarların sıxlığı və içərisində deməli çox da dərin olmaması onun ağır yaralanmamasına gətirib çıxarmışdı. Deməli 3 səhvdir. Biri 3-dür. Sonra Mənzərin xəcaləti var, oğlanı qoymur, amma sonda ona təşəkkür eləyəndə utanır. Bu düzdür. Hikmətin tərəddüdü, Hikmət heç tərəddüd etmədən kömək eləmək istəyir. Deməli bu səhvdir. 3-5. 3-5 burada olur Y variantı. Sonra mətndə altından xətt çəkilmiş sözlər hansı cümlələrdə kontekstdəki mənalarında işlənmişdir? Orada bağladıqdan digər sözümüz hansıdır? Mədəndə işləyən cavan bir fəhlə, mədəndə işləmək, bu da qoltuğun altından ipi bağlamaq. Bu mənada. Baxın, yazıcı əsərdəki həm müsbət, həm də mənfi sürətləri diqqətlə işləmişdir. Bu yazmaq anlamındadır. Burada mədəndə işləyən cavan bir fəhlə. Bu çalışmaq anlamında, bu yazı yazmaq anlamında. Obrazları diqqətlə işləyib. Eyni məna deyil. Tarlada qızmar günün altında işləyən əkinçilər. Mədəndə işləyən adam, tarlada işləyən əkinçi. Deməli, biri 2-dir. 5 ildən çox davam edən müharibədən sonra tərəflər sülh bağladılar. Sülh bağlamaq, yəni burada ipi bağlamaqla sülh bağlamaq eyni şey deyil. Fərqli mənadır. Başını qaldırıb saata baxdıqca 3-ə 15 dəqiqə işləyirdi. Çalışmaq anlamında deyil. O özü ilə gətirdiyi ipi qonur atın boynuna bağladı. İpi atın boynuna bağlamaq, ipi belə bağlamaq eyni şeydir. 6, 2, 6, daha doğrusu 2, 5, 6 nədir? 2, 5, 6 yoxdur heç burada. B variantı. 2, 5. Sadəcə rəqəm yaxşı görmür. 2, 5. Asan sual idi. Əvvəldə rəqəm qoyulmuş hansı cümlələr mətndən çıxarılsa məzmuna xələl gəlməz. Gəlin istəyirsiniz baxaq. Birinci cümlə nədir? Deyir ki, balaca Hikmət köhnə bir quyunun yanında adamları toplaşdığını görüb dedi. Bax, imtahanda düşür bu. Gəlin biri cümlədən çıxarın. Bu variantla işlənəcək sualdır. Biri çıxardın cümlədən. Ondan əvvəlki, ondan sonrakini oxuyun. Deyir ki, onların yolu qəsəbənin yanındakı mədənin içindən keçirdi. Ana, gəl gedək görək orada nə olub? Bir də deyir ki, yəni adamlar toplaşdı. Bir olmadan bundakı cümlə gəlməyəcək axı. Hikmət toplaşdığını görüb, Hikmət deyir ki, ana, gəl gedək görək orada nə olub? Hikmətin nitqi birbaşa verilə bilməz. Deməli, bir çıxa bilməz. 2. Xoşbəxtlikdən quyu dərin deyildi. Bəli, deyir ki, o ətrafda gedən söhbətdən başa düşdü ki, yaxınlıqda oynayan 5 yaşındakı qız büdrüyüb quyuya yıxılıb. Divarların darlığı və quyunun içində olan su uşağı bərk əzilməyə qoymayıb. Yəni, 2 çıxsa, heç bir xələl gəlməz cümləyə. Deməli, biri 2-dir. Özündən əvvəlki, özündən sonrakında bir böyük fərq yaratmır. 3-ə baxaq. 3. Mədəndə işləyən cavan bir fəhlə quyuya kəndir salladı və quyuya baxa-baxa dedi. Siz təsəvvür eləyin, bunu çıxardıram cümlədən. Birbaşa cümlə belə başlayır. Hanı onda o gücçü kəndiri belinə bağlaya bilsin? Bu cümlə kimin cümləsi olar 3-ü çıxsam? Deməli, həqiqətən məzmuna xələl gələr, 3-ü çıxara bilmərəm. 4-ə baxıram. Mənzərin acığı tutdusa da bir söz demədi. Hikmətin belinə kəndi bax, mən quyuya düşürəm deyib, o plaşını soyunub irəli çıxdı, mən quyuya düşürəm. Hikmətin belinə kəndir bağlayıb quyuya salladılar. Yəni 4 olmasa da olar. 2-4, məzmuna heç bir xələl gəlmir. 2-4, 5-ə baxaq. Mənzər tutulmuşdu. Bax, hamı onlara yaxınlaşıb razılıq edirdi. Təsəvvür edin, 5-i cümlədən çıxarırsınız, mətndən çıxarırsınız. Gəlin oxuyum, görün nə normallıq görürsünüz. Hamı onlara yaxınlaşıb razılıq edirdi. Bilmirdi ki, adamların təşəkkürünə necə cavab versin. Kim? 5-i çıxsaq, ondan sonraki cümləni kimə aid eləyəcək? İfadənin mənası itir. Ona görə 5 çıxa bilməz. Cavab 2-4-dür. Deməli, hansı cümlələr çıxsa 2 və 4. D variantıdır. Daha sonra mətnə əsasən obrazlarla bağlı doğru fikirləri müəyyən edin. Hikmət anasının etirazına baxmayaraq öz köməyini təklif edir. Doğru. Həqiqətən də anası etiraz eləsə də Hikmət deyir ki, mən düşərəm. Deməli, biri 1-dir. 1, 3, 4, 5 yazaq etməsin. 2. Mənzər istənilən vəziyyətdə oğluna arxa durur, onun qərarını dəstəkləyir. Yox, deyir, sənin nə işin var quyunun içində, qoymur geçsin. Qoymaq istəmir daha doğrusu. 2 səhvdir. Hikmət cəsarəti və balaca qızı xilas etməsi insanlar tərəfindən rəğbətlə qarşılanır. Hikmətin düzdür. Mənzər adamların minnətdarlıq dolu sözlərindən pərt olur. Düzdür, çünki qoymaq istəmir daha oğlunu. Düzdür. Hikmət Lalə üçün narahatlıq keçirsə də anasının sözündən çıxa bilmir, çıxır. Anası deyir, qoymaq istəmir quyuya, amma bu cəsarət göstərib gedir qızı çıxarır. Deməli, bu səhv fikirdir. Doğruları istədiyinə görə olur 1, 3, 4. 1, 3, 4. Yəqin ki, burada C variantıdır, silinibdir. 1, 3, 4. Doğru cavab. İndi sizdə bilmirəm hansı varianta düşür, amma birinci 1, 3, 4. 2 ilə 5 səhvdir. Sonra
Cədvələ və mətnə əsasən uyğun fikirləri müəyyən edin. Cədvələ və mətnə əsasən. Baxaq. Mənzər doğruda doğru, yanlışda yanlışı götürməlisiniz. Mənzər Hikmətin təklifinə əsasən quyuya yaxınlaşır və baş verən hadisədən xəbər tutur. Bu doğru fikirdir. Lalənin anasının çarəsizliyini başa düşən Mənzər Hikməti quyuya düşməyə sövq edir. Yox, əksinə Mənzər qoymaq istəmirdi quyuya düşsün. Səhvdir. Cəmaatın quyuya düşən uşağa laqeyd münasibəti Mənzəri qəzəbləndirir. Cəmaat laqeyd deyildi. Deməli, yanlışdır. Quyunun ağzının ensiz olması cavan fəhlənin ora düşməsinə mane törədir. Bəli, cavan fəhlə deyir, yəni düşə bilmir ora. Bu düzdür. Yanlışda yanlış, yəni 3-ü götürürük. Doğruda doğru 1. Cavab olur 1-3. D variantı. Sonra 44. Mətnə əsasən cədvəldəki nəticələrin doğru səbəbini müəyyən edin. Cədvəldəki nəticələrin doğru səbəbini. Nəticə deyir ki, Mənzər qəzəblənir. Mənzər niyə qəzəblənir? Çünki oğlu quyuya düşmək istəyirdi. Qəzəblənməsinə səbəb 3-də yazılıb ki, baxın, Hikmətin Laləni xilas etmək üçün quyuya düşmək istəməsi. 3 düzdür. Bu səhvdir, bu da səhvdir. Deyir, Lalənin anasının kömək üçün, Lalənin anası kömək üçün müraciət eləmir. Zirək oğlan uşağı axtarışında olan fəhlənin Hikmətdən kömək istəmir. Hikmət özü gedir, deyir. Deməli, 3 düzdür. Sonra, Lalənin anasının Mənzərə təşəkkür etməsi. Səbəbi nə idi? Çünki Hikmət kimi quyuya düşməkdən qorxmayan qoçaq oğud böyütməsi. Bəli. Deməli, 4-cü fikirdə Hikmət quyuya düşüb qızı xilas eləyir deyə, Lalənin də anası, yəni Laləni xilas eləyir deyə Mənzərə təşəkkür eləyir ki, belə cəsarətli oğul böyütmüsən. Hikmət quyuya düşməkdən qorxmayan qoçaq oğul böyütməsi. Hikmət kimi quyuya düşməkdən qorxmayan qoçaq oğul böyütməsi. 3-4-dür cavab. 3-4 A variantıdır. Sonra 5-də niyə səhvdir? Mənzərin quyuya düşməsi üçün Hikməti cəsarətləndirməsi Mənzər dediyim kimi qarşı idi buna, icazə vermirdi quyuya düşsün. 5 səhvdir. 3-4. Sonra mətnin situasiyasında nə var idi? Deməli, uşaqlar dedilər ki, təbliğ oluna bilən xüsusiyyətlər Hikmətə aid. Hikmətin cəsarətli addım atır, sonra mərhəmətli idi ki, qıza kömək eləmək istəyir. Mərhəmətli, cəsarətli, belə yaza bilərsiniz. Nə bilim, Hikmətə aid xüsusiyyətlər nə deyə bilərik başqa? Yardımsevər. Bunu yaza bilərsiniz. Yəni, təbliğ olunan xüsusiyyətlər, oğlanın xüsusiyyəti təbliğ olunur. Elə hərəkət et ki, sonra utanmayasan. Deyimini mətnlə əlaqələndirib fikirlərinizi yazın. 46-nı da necə yaza bilərik? İki obrazın ikisinə də aid eləmək olar əslində. Belə ki, məsələn, əgər siz mənzərə aid yazmaq istəyirsinizsə, yaza bilərsiniz ki, elə hərəkət et ki, sonra utanmayasan. Bura yaza bilərsiniz ki, mətnin, məsələn, nəticə hissəsinə və ya belə başlayın. Mətndən də gördüyümüz kimi, baxın, belə ifadələri yazanda, mətndə də gördüyümüz kimi, Mənzər öncə oğlunun quyuya düşməsinə etiraz etsə də, oğlunun cəsarəti nəticəsində Lalə xilas olur və sonda Lalənin anası Mənzərə təşəkkür eləyəndə, Mənzər oğluna mane olmaq istəyir daxı, buna görə utanc hissi duyur, utanır. Mətndən belə əlaqələndirib yazasınız. Yəni, Mənzərin öncə mane olması, amma oğlunun qızı Laləni xilas eləməyindən sonra Lalənin anasının ona təşəkkür etməsi onda utanc hissi yaradır. Bunu deyə bilərsiniz. Bir də, məsələn, kimlər ki var, bunu Hikmətə aid edibsə, belə yaza bilər ki, Hikmət, deməli, cəsarətli addım atır. Hikmət sonradan peşman olmamaq üçün qıza kömək deməli, etinasız yanaşıb, kömək etməməyindən peşman olmamaq üçün, öz həyatını təhlükəyə atıb Laləni xilas eləyir. Belə yaza bilərsiniz. Məsələn, deyə bilərsiniz ki, Hikmət utanmamaq üçün, vicdan əzabı çəkməmək üçün Laləyə kömək etməyi öz boynuna götürür və ya cəsarətli addım atıb Laləyə kömək eləyir. Belə ikisinə də aid yaza bilərsiniz. Yəni, axı Hikmət o vicdanı yol vermir, axı gedir Laləni xilas edir də, düzdür? Yaza bilərsiniz. Adam niyə? Ona eləməsəydi utanacaq idi ki, mən ona kömək eləmədim, peşman olacaq idi. Yəni, pis versiya belədir. Amma əsas fikir olaraq Mənzər olmalıdır ki, əvvəl mane olur, amma sonra ona təşəkkür eləyəndə utanır. Yəni, Mənzər yazmışsa tam arxayın. Sonra getdik ikinci mətni, Yuxarı Gövhər Ağa məscididir. Baxın, bu mətin digərindən biraz ağırdır. Çətin mətin heç deyil, qətiyyən.
Mətn özü informasiya dolu mətndir, amma sualları çox rahatdır. Necə? Mətni tam qəşəng oxumusansa sual sənə rahat gələcək. Mətni aydın oxu, qəşəng oxu. Hər abzası 2 dəfə oxu, başa düş, ondan sonra keç abzasa və suallara. Gəlin baxaq suallarına. Sonra deməli hansı sualdan başlayır bu mətn? 47-ci sualdan başlayır. Baxaq 47-ci suala. Mətndə çərçivə daxilində verilmiş sözün kontekstə görə mənasını müəyyən edin. Orada vandalizm idi. Vandalizmdə o görə hansı söz idi? Dəqiq baxaq, sonradan nəsə. Nə idi? Vandalizmdən, bəli. Vandalizm nədir? Mədəniyyət abidələrinin vəhşicəsinə məhv edilməsi. Mədəniyyət abidələrinin vəhşicəsinə məhv edilməsi. Deməli, doğru cavab 47-də 7. Bilmirəm sizdə hansı variantdır. Göyərmə, görək səndə. Burada 7. Mədəniyyət abidələrinin məhv edilməsi. Sonra vəhşicəsinə məhv edilməsi. Mətnə əsasən doğru fikirləri müəyyən edin. Yuxarı Cövhər Ağa məscidinin interyeri məhv edilmişdir. Düzdür. Bu doğru fikirdir. Mətndə görürük. 1-ci Qarabağ müharibəsində bir çox memarlıq abidələri erməni vandallarından xilas olur. Yox, əksinə, mətnə baxın, 1-ci Qarabağ müharibəsi dönəmində abidələr erməni işğalçıları dağıdırlar bir çoxunu. Deməli, bir düzdür, 2 səhvdir. Memarlıq abidəsi əsasında uşaqlar 3 ilə 4-də gedib gəliblər. Bir dənə sözə fikir verin burada. Yəni, çox belə atılan cavablarda mən görmüşəm də uşaqlarda. O qədər incəlik var ki, biraz tam oxuyun da orada. Həmişə demişəm ki, birini düşünürsünüzsə fikirləşin, digəri niyə olmur? Bax, 2-ni çıxdıq, biri 1-dir. 3. Memarlıq abidəsi əsasında Şuşa şəhərinin yaradılma tarixi haqqında məlumat almaq olur. Çünki deyir, divarında Şuşanın yaranma tarixi qeyd olunmuşdu. Boşu-boşuna o cümlə yazılmayıb ki, deməli sualda var deyə yazılıb. 3 düzdür. 4-də Şuşa qalası yox. Şuşa məscidinin divar rəsmləri şair rəssam Mir Möhsün Nəvvab tərəfindən işlənib. Şuşa qalasının yox, Şuşa məscidinin. Orada qala yox, məsciddən danışır. Qala ifadəsi deməli hansısa bir yerdə keçir. Qarabağ xanlığının Şuşa qalasının banisi Pənahəli xan Şuşa məscidini yaradır. Şuşa qalasının yox, Şuşa məscidinin divarında rəsm var. Mətnə baxın. Deməli 4 səhvdir. Ona görə hər ifadəyi diqqətlə oxuyun hər ifadəni. 1-3. 1-3 Y variantı. Nömrələnmiş hansı cümlədəki fikrin özündən əvvəl səbəbi verilmişdir? Baxaq səbəbə. Deməli 19-cu əsrin 1-ci yarısında Cövhər Ağanın maddi dəstəyi ilə İbrahim Xəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli 3-cü məscid inşa edilmişdir. Bax, ondan əvvəldə də deyir ki, 68-69-cu illərdə yeni məscid tikilib. Axı, bunun səbəbi o deyil, bir qətiyyən ola bilməz. Səbəb odur ki, niyə görə? Çünki dağılıb ona görə, belə olmalıydı. 1883-cü ildə Cövhər Ağanın maddi vəsaiti əsasında 3-cü məscidin yerində Şuşanın 4-cü və sonuncu məscidi inşa edilmişdir. Bu da ola bilməz, çünki, baxın, bunlar ardıcıldır. Burada 4-cü məscidi inşa edilib, burada 3-cü məscidi inşa edilib. Səbəb nəticə deyil, deməli 2 də olmaz. 3-ə baxaq. Məscidin divar rəsmləri Şuşa şəhərində yaşayıb yaratmış. Görürsünüz, bayaq Şuşa qalası demiş, dediyi məsciddir. Məscidin divar rəsmləri Şuşa şəhərində yaşayıb yaratmış şair rəssam Mir Möhsün Nəvvab tərəfindən işlənib. Niyə? Mətndə bu haqda məlumat yoxdur, səbəbi yoxdur. 4. Yuxarı Cövhər Ağa məscidi də erməni vandalizmindən zərər çəkdi. Suala baxın bir dənə, 4 olacaq cavab. Deyir ki, özündən əvvəl səbəbi verilib. Niyə? Niyə zərər çəkib Yuxarı Cövhər Ağa məscidi? Çünki 1-ci Qarabağ müharibəsi zamanı Şuşanın işğalına... Ay, asqırmam gəldi. 1-ci Qarabağ müharibəsi zamanı Şuşanın işğalından sonra şəhərdəki əksər abidələrimizi erməni işğalçıları dağıtdı. Gördünüz, səbəbi verilib. Ona görə də Cövhər Ağa məscidi zərər çəkir. Cavab 4-dür, bəli. 5 niyə olmaz? Məscidin daxili dizaynı məhv edildi. Səbəb nədir? Daxili dizayn deyir, daxili, iç. Burada da deyir ki, Yuxarı Cövhər Ağa məscidi erməni vandalizmindən zərər çəkdi. Yox, daha doğrusu 5 budur. Minarələri zədələndi. Minarə. Bu görünüşdür də, daxili deyil, xaricdir, düzdür? Burada deyir ki, məscidin daxili dizayn, içinin dizaynı məhv edildi. Axı, bunun səbəbi bu deyil. Daxili dizayn başqadır, minarələr başqadır. Deməli, cavab olur D variantı, 4.
D variantıdır yoxsa yox? Cavab D deməyim. Hə, D variantı, düz baxmışam. Aydındır. 4-cü. Pənahəli xan, bir də Gövhər ağa. Qamışdan məscid tikdirən kimi idi Pənahəli xan. Bura yazıq A. Şuşa qalasının qurucusu Pənahəli xan haqqında deyilir. Baxın, Şuşa qalasının qurucusuydu. Həm də deyir ki, burada qamışdan məscid inşa elətdirir. İkisi də var. B. Şəhər üçün əhəmiyyətli olan memarlıq abidəsi inşa etdirir. Hər ikisi məscid inşa elətdirir. Deməli, C 3-ə aiddir. Deməli, bu qamışdan idi. Bu isə qoşa minarəli, cüt minarəli bina tikdirir məscid. Deməli, 2-yə D yazacaq. Tikdirdiyi binanın minarələrinə ciddi ziyan vurulmuşdu ermənilər. Düzdür. Deməli, doğru cavab 1AB, 2DY, 3C. 1AB, 2DY, 3C. 3C, 1AB, 2DY. Düz götürdüm. Y variantı. Sonra baxaq, mətndə üzərində rəqəm yazılmış sözlərə əsasən cədvəldəki doğru fikirləri müəyyən edin. Dağıtmaq. Burada dağıtmağı deyir ki, Şuşanın işğalından sonra şəhərdəki əksər abidələrimizi erməni işğalçıları dağıdıb. Həqiqi mənadadır. Hə, həqiqidir. Səndən doğrunu istəyir. Amma axıra qədər oxu. Burada deyir, sözün digər mənada həqiqidirsə məcazi, məcazidirsə həqiqi mənada işləndiyi cümlə. Deməli, bu həqiqidirsə sən burada məcazi tapmalısan. Sel körpünü dağıtmışdı. Bu da həqiqidir də. Bu da həqiqidir, bu da həqiqi. Sən burada, məsələn, deyir ki, onun sözləri mənim fikirlərimi dağıtmışdı. Məcazidir də burada, belə olardı. Deməli, bir olmaz, biri çıxdıq. İkisi də həqiqidir. Gediş, gedişi burada yazıb məcazi məna. Baxaq görək gediş nədir? 2-ci Qarabağ müharibəsinin gedişi zamanı. Hə, məcazidir. Həqiqi mənası necə olar? Gəlişin istər aşiq, heç istəməz gedişin. Aşiq gəlişini istəyər, gedişin istəməz. Həqiqi məna. Deməli, biri 2-dir. 2. Əsarət, deməli, baxaq. Abidələrimiz də erməni əsarətindən qurtuldu. Qəlbim gözlərinin əsarətindədir. Hər ikisi abidənin əsarətindən qurtulması. Hər ikisi məcazi məna, deməli, daha dur, qəlbim gözlərinə. Hər ikisi məcazi məna olduğuna görə səhvdir. Məcazi həqiqi məna olmalıdır. Getdi. 4-ə baxaq. İnci. İnci sözü hardadır? Şuşanın tarix mədəniyyət memarlığının incilərindən. Memarlıq incisi deyəndə məcazi məna, incini həqiqi mənada da o mirvari kimi düşünək. İnci ilə parlayırdı ki, gözlərim qamaşdı. Deməli 4-dür. Məcazi, bu da həqiqi məna. Bağışlamağı verib həqiqi məna. Baxaq, hanı bağışlamaq? Quran kitabı bağışladı, o cümləni deyir, indi göstərəcəm. Həqiqi mənadadır, bəli, Quran kitabı bağışlayıb, hədiyyə eləyib. Həkim xəstəyə yeni həyat bağışlayıb. Götürüb ki, ala bu sənə yeni həyat yox. Deməli, məcazi. Həqiqitsə məcazi, düzdür. Cavab 2, 4, 5. D variantı. 2, 4, 5. Qoya bağışlamağı da sizə göstərim, ürəyimdə qalmasın. Hə. Məkkədən gətirilmiş Qurani Kərimi məscidə bağışladı. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iştirak etdi, deyir, onun açılışında və Məkkədən gətirilmiş Qurani Kərimi məscidə bağışladı. 2, 4, 5. Sonra mətnin plan ardıcıllığını müəyyən edin. Plan ardıcıllığı, baxaq, məscidin inşası birinci, inşa edilməyə başlanır. Sonra ikinci məclis, üçüncü məclis nədir? İkinci məscid, üçüncü məscid, bir də sonuncu məscid tikilir, 1-4. Sonra sonuncu məclisdən, məclis niyə deyirəm mən burada? Sonuncu məsciddən sonra göstərilir ki, ardıcıllıqda ermənilər tərəfindən işğal olunur və onun ağır nəticələri göstərilir. Minarələr dağıdılır. 3. Nə bilim, daxili divarları silinir, divarın daxili dizaynı. Deməli, 1-4-3. Sonra işğal oldu. Neynədik biz? Düşməndən qurtardıq. Və neynədik? Sonda da deyirik, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin iştirakı ilə açılışı oldu. Təntənəli açılış. 5. 1-4-3-2-5. 1-4-3-2-5. 1-4-3-2-5 B variantı. Sonra hansı nümunə ilə mətnin giriş və əsas hissəsi arasında əlaqə yaratmaq mümkündür? Baxaq. Oy. Hə. Həmin dövrdə onun göstərişindən Şuşa qalası qala daxilində xan ailəsi üzvləri üçün qəsr və saraylar, o cümlədən məscid inşa edilir. Bu 53-cü sual mətnin giriş və nəticə hissəsini, daha doğrusu əsas hissəsini əlaqələndirmir. Gəlin baxaq. Bax,
İkinci mətnimizdə bu mətnin giriş hissəsidir. Bu isə əsas hissədir də, düzdür? Giriş əsas hissədə deyir, onun göstərişi ilə bu A variantı onun əsas hissəsinə əlaqələndirir. Deməli, A variantını yaza bilmərik. Bu məscid memarlıq xüsusiyyətləri haqqında, məscidin memarlıq xüsusiyyəti niyə? Bu ümumiyyətlə B variantı səhv fikirdir. B səhv fikirdir. Memarlıq xüsusiyyətləri var, hətta memarı haqqında da danışır. Deməli, B-ni çıxdıq. Məscid Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix mədəniyyət abidəsi kimi qeydiyyat alınır. Cavab elə bu cümlədir. Çünki girişlə nəticə hissəsində də elə bunlardan danışır. Deməli, hər ikisini əlaqələndirə bilər. Qarabağ tarixçisi Baharlının məlumatına görə məscid 2 qapıya malikdir. Yəni, girişlə əsas hissəni əlaqələndirmir axı. Əsas hisədə hansısa bir hissə ilə, yəni və ya giriş hissənin hansısa bir hissəsinə aid ola bilər bu. Deməli, bunu nədən sonrası artıra bilərik. Bu yeni informasiyadır, əlaqələndirmir. Tam yeni informasiyadır. Yeni məscidin inşasında daş və əhəng, bu da yeni informasiyadır, əlaqələndirmir. Yəni, əlaqələndirmə o deməkdir ki, yəni, bax, ölkə əhəmiyyətli idi ki, yenidən inşa edildi, açılışı oldu, sonra mədəniyyət abidəsi idi, qeyd olunur hamısı, 4 dəfə tikilib, təmir olunub. Deməli, cavab C-dir burada. Gəldik sonuncu qapalı sualımıza. Mətnə və cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Doğru, yanlış. Doğruda doğrunu götürməliyik, yanlışda yanlış. 21-ci ildə Cövhər Ağa məscidi yenidən tikildi. Bax, sözü neçə dəfə demişəm, diqqətlə oxuyun. Yenidən tikildi deyir 21-ci ildə. Yenidən tikildi. Yuxarı Cövhər Ağa məscidinin divarları rəsmlə bəzədilmişdi. Baxaq 2021-ci ildə. Bax, 21 olan rəqəmə gəlin. Hardadır 21? Yəqin ki, yuxarıdadır. Hə. 21-ci ildə məsciddə bərpa işlərinə başlandı. Yenidən tikilmək odur ki, sıfırdan tikiblər. Amma burada olan məscidi bərpa ediblər. Deməli, o səhv fikirdir. Səhv fikirdir. İbrahim xan tərəfindən yenidən tikilir. Və İbrahim Xəlil xan tərəfindən yenidən tikilir. Yeni məscid tikilib. Ona görə 21-də tikilməyibdir. Təmir olunub. Bu səhvdir. Bu səhvdir. Yuxarı Cövhər Ağa məscidinin divarları rəsmlərlə bəzədilmişdi memarı tərəfindən. Doğrudur, mətndən görürük bunu. Yanlışdır. Kərbəlayı Səfixan Qarabağı Cövhər Ağanın maddi vəsaiti əsasında tikilən 3-cü Cümə məscidinin memarıdır. Bu yanlışdır. Niyə görə? 4-cü olmalıdır. Yadımda qalan, keçib baxarıq. İbrahim Xəlil xan hakimiyyətə gəldikdən sonra Pənahəli xanın tikdirdiyi məscidin yerində yeni məscid tikdirib. Bu düzdür. Cavab 2-3-dür burada. 2-3-dür. Gəlin bu Kərbəlayı Səfixan Qarabağının görək neçənci məscidin? 3-cü Cümə məscidin memarıdır. Gəlin baxaq. Hə, baxın. Məscidin müəllifi məşhur memar Kərbəlayı Səfixan Qarabağıdır. Baxın, Şuşanın 4-cü və sonuncu Cümə məscidi inşa edilib. 4-cü. Məscidin 2 mərtəbəli və qoşan deməli, binaya malikdir. Məscidin divarlarına Şuşa şəhərinin əsasının qoyulması tarixi qeyd edilibdir və memarı da budur. Deməli, 4-cü məscidin, 3-cü yox. Səhv fikir olduğuna görə götürürük. 2-3. Səhvdə səhvi götürürük. 2-3. Qapalı suallarımız bitdi. Baxırıq açıq suallardan birincisinə. Mətnə əsasən cədvəli doldurun. Bu necə sual idi? Hə. Deməli, bu sual belə düşübdür uşaqlar. İndi bilmirəm qrafik necə çəkilib. Sadəcə belə bir şeymiş. İndi ola bilsin, indi qrafikdə mən nəsə qüsura yol verə bilərəm. Amma baxın, bura Pənahəli xanın adı yazılıb. Burada İbrahim Xəlil xan adı yazılıb. Ən asan sual uşaqlar dedi buydu. Yazır ki, Pənahəli xan yəni dövründə problem hesab edilirdi və problemi həll etdi. Bir də İbrahim Xəlil xan dövründə problem idi, problemi həll etdi. Pənahəli xanda problem nə idi? Məscid yox idi, qamışdan məscid tikdirdi, düzdür? İbrahim Xəlil xan dövründə də həmin məscid, Pənahəli xanın tikdirdiyi məscid artıq sıradan çıxırdı. Yenidən yerində məscid bu tikdirir İbrahim Xəlil xan və daha doğrusu problemi nə idi görə İbrahim Xəlil xan dövründə? Dəqiq baxaq problemə. Sonra yoxlayanda hanım İbrahim Xəlil. Deyir ki 1750-ci illərdə Qarabağ xan sarayı ilə paralel qamışdan məscid inşa etdirmişdi. İbrahim Xəlil xan hakimiyyətə gəldikdən sonra 68-69-cu illərdə qamış məscidin davamsızlığını nəzərə alıb
yerində daşdan yeni məscid tikdirmişdi. Deyirsiniz ki, problem nə idi? Qamışdan tikildiyi üçün davamsız idi. Həlli yolu nə olur? Daşdan yeni məscid tikdirir. Bu qədər. Belə yazırıq və sonuncu situasiya sualımızı yadıma salın. Mətnə əsasən əvvəlində işarə qoyulmuş sözlərlə bağlı cədvəli tamamlayın. Qarşılığın ya da ki, mənasını səhv eləmirəmsə yazmalıyıq. Nə deməkdir? Qarşısında işarə qoyulmuş yararsız və yararsız hala düşmüş. Yararsız nədir? Məsələn, faydasız, səmərəsiz yaza bilərsiniz. Yəni, artıq fayda vermir. Yararsızdır, səmərəsizdir. Yararsız, faydasız. Bir də rəşadətli ordumuz. Day, bunu da bilməyin də. Qarabağ müharibəsinin gedişi zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən. Heç eşitməmisiniz bu sözü? Rəşadətli ordumuz hesabına biz qələbə qazandıq. Rəşadətli ordumuz nədir? İcid deyə bilərsiniz, güclü deyə bilərsiniz, qoçaq, qəhrəman, belə güclü. Aydındır? İcid ordumuz tərəfindən, güclü ordumuz tərəfindən, qəhrəman ordumuz tərəfindən Şuşa işğaldan azad edildi. Yerinə, yəni bu sözlərdə sinonim yazmırsınız. Yerinə qoyula biləcək bir qarşılıq yazırsınız ki, məna itməsin. Sonra bitdi. Bu da oldu bizim 30-cu sualımız mətndən. Belə ümumi fikir olaraq desəm, birinci mətnin həmişə bu sözü demişəm. Bədii mətnin özü asan olur, oxuyursan asandır. Suallarında nə isə dolaşdıra bilər. Publisistik mətni çətin ola bilər. Amma yaxşı oxuyan sualların rahatlıqla yaza bilər. Nə görürsən onu yazırsan. Ona görə sizin imtahanda nəyə diqqət eləməlisiniz? Mətni diqqətlə oxumalısınız. Hər abzasa fikir verin, hər sözə fikir. Şuşa məscidinin yerinə Şuşa qalası yazmışlar. Görürsünüz adam nətər çaşdırırlar, yaxşı deyirlər. Diqqətli ol da, nədir? Yəni əlindən alan yoxdur ki, məscidin yerinə qalı oxuyursan. Sən nətər yazasın sən? Ona görə diqqətlə oxuyun, sualları yaxşı yazın. Normal da imtahan idi, düz asan da deyildi. Belə deyə, ay asan idi, bu nə idi, su kimi yox. Bilən yazacaq idi, bəli. Belə çətin də imtahan deyildi, 9 səviyyəsində imtahandır. 9 səviyyəsində imtahandır. Normal hazırlaşan adam, imtahana hazırlaşan adam yaza bilərdi, bəli. Hə, nə olsun, mətn ağırdır, informasiya yüklüdür. Yəni, nəzərə alınıblar. Bədii mətn rahatdır, publisistik mətn biraz ağır ola bilər. Hər şey də buradadır, mətn içərisindədir. Qeyri-dəqiq də bir sual yoxdur. Rahatlıqla yaza bilərdiniz. Bu qədər, sağ olun və son olaraq bir şey də xatırladım. Əgər bizə 8-ci siniflər baxırsa və növbəti ildən, yəni artıq 9-cu sinifdir, hazırlaşmaq istəyirsə, belə mətnləri rahat işləmək istəyirsə, onlayn dərslərimizə qoşula bilər. Ya da ki, indi 10-cu sinifdir, 11-ci sinif hazırlaşmaq istəyirsə, 11-ci sinifdə onlara da aiddir, qoşula bilərsiniz. Nömrələrimizi qeyd edim, 055 597 01 51 nömrəsinə yazırsınız. Qeydiyyatdan keçirsiniz, heç indidən də yaza bilərsiniz, yəni qoşula bilərsiniz. Dərslərimizdə, onlayn dərslərimizdə kifayət qədər belə mətnlər işləyirik, dil qaydasına aid suallar işləyirik, sınaqlar işləyirik, sınaqların hər birinin izahını görürsünüz, canlı sual cavablarımız olur, yəni yoxdur. Nə istəyirsən, belə mətn işləmək istəyirsən, düz yazmaq istəyirsən, tam yazmaq istəyirsən də sənə neyin yiyək bundan artıq? Gəl qoşur, get yaz da. Və kanala da abunə olmağı unutmayın, pullu deyil. Sağ ol.